Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiber dələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib. Nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha 2 nəfər 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən Cavid Ağayev və Elşən Ağayev sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədi ilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər. Biz banklara aid saxta fişik saytlar yaradırdıq və orada daxil olan vətəndaşların kredit kart məlumatlarını əldə edib pullarını mənimsəyirdik. TikTok sosial şəbəkəsində saxta bank fişik hesabları açaraq insanların kart məlumatlarını ələ keçirib içindəki pulu oğurlamışam. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb. Cavid Ağayevə ittiham elan olunub və o təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Elşən Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.